Adın qansın ağında, qovrula qovrula yergin ağında, yaşadım sen, adın qansın ağında, aldım Züleyxa tek yol qırağında. Aldım Züleyxa tek yol qırağında, gözümden derdimden bacaldım gülüm, gözleye gözleye kucaldım gülüm, gözümden derdimden bacaldım gülüm, gözleye gözleye kucaldım gülüm. Tanrılar etey bağrıdan aldı, tanrılar etey bağrıdan aldı, dersinden beş aldı, beş candan aldı, köylünün tahtında yar sultan oldu, eşkinle başıma tac aldım gülüm, gözleye gözleye kocaldım gülüm, köylünün tahtında yar sultan oldu, eşkinle başıma tac aldım gülüm, gözleye gözleye kocaldım gülüm, gözleye gözleye kocaldım gülüm, gözleye gözleye kocaldım. Mən ümumiyyətlə bir üç müharibənin iştirakçısıyam. Biri Əfqanistanda gedən müharibə, Pakistanla vuruşdu o müharibə 86-cı ildə. 85-ci ildə Nikaragvada Kondrasla vuruşanda olmuşam. Yəni o dövrlərdə qastrol səfərində olmuşuq. Öz mədəni xidmətlərimizi göstərmişik. Və bir də bizim öz Azərbaycanımızda hal-hazırda gedən qanlı qadalı vuruşlarda mən demək olar ki 90-cı ildən ardıcıl olaraq həli cəbhə bölgələrində. Zofiya xanım, mən televizorda gördüm, Solmaz xanım Səngərdən deməli diktorlara, müxbirlərə müsahibə verdi Səngərdən. Sormadan çaldıkça sazım ağlıyor, kuşum haray çəkir yazım ağlıyor, kör olsun görməsin gözüm ağlıyor, yaman pəjmürdədir, yaman pəjmürdədir, qazaq neyliyim, aman 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 ey.
komandirin adından, hərbi hissəmizin adından fəxri fərmanla təltif olunur Kösayeva Solmaz xanıma və onun rəhbərlik etdiyi musiqi kollektivinə. Azərbaycan Səhvi Qalanına Mən dəfələrlə əskərlər qarşısında demişəm. Mən Bakıda yaşayıram, özüm Qazaxlıyam. Yəni Qazağa gəlsəniz, kimdən soruşsaq ki, Aşıq Solmaz Kösayevanın atası evi hansıdır, hamı göstərəcək onu. Məni öz toyunuza çağıra bilərsiniz, havayı sizin məclisinizdə. Hətta, bəli, bu siz gələcəm, hətta bir kızın hədiyyənizi də. Qazaqda da çox dəstər, çağırarlar inşallah. Səs sənəti deyəndə biz sadəcə ona biz aşıq kimi baxmalı deyirik ki, bu aşıq sazını götürdü, hansısa şənlikdə oxudu. Yox. Mən neçə illərdir bilirsiniz ki, bu sənətlə çalışıram. Azərbaycan Dövlət Konsert Birliyində mən çalışdığım dövrdən ta bu Sovetlər quruluşu dağılana qədər biz hər 6 aydan bir xarici ölkələrə qastrol səfərlərlə gedirdik. Mən yəni orada sazla təmsil edirdim Azərbaycan dövlətini. Və onunla da Azərbaycan xalqının nəyə qadir olduğunu, hansı mədəniyyətə qadir olduğu daha dəqiq, daha düzgün çatdırılırdı, yəni xarici dövlətlərdə. Naz gördüm, naz saxdım, qucağımda boyadım. Naz gördüm, naz saxdım, qucağımda boyadım. Həvəsilə yarattım, eller məni yosunlayır. Həvəsilə yarattım, eller məni yosunlayır. Osunlayıb, osunlayır, eller məni yosunlayır. Sensiz gün ayırım bitirmişəm. Sensiz gün ayırım bitirmişəm. Mən yanım bitirmişəm, bitirmişəm. Ömrü başayan gözəl yetirmişəm. Ömrü başayan gözəl yetirmişəm. Aman gürgət, yalım canım Solmaz xanım, ən uğurlu il sizdə hansı ildir? Mənim üçün ən uğurlu il 85-ci il olub. Həmin ildə mən 12-ci Ümumdünya Festivalında Moskvada keçirilirdi. Orada olmuşam və orada diplomla qayıtdıq, birinci dərəcəli. Həmin il mən 3 Fuqakin Festivalında oldum. Yəni, oradan gəldik, Avstriyada olduq, Kremstonau şəhərində keçirilirdi festival. Sonra da Zakavkazya Festivalı oldu, Xobidə keçirilən. Bunların hər üçünün diplomunu aldım. Mənim üçün bir uğurlu ilim o olubdu. Bir uğurlu ilim də bu il olubdu. Mən bu kasetimlə bağlı Səbuhi firmasına, bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Mən artıq hiss edirəm ki, insanın taleyində bir gün doğan vaxtı olur. Və müğənnilərimizə mən həmişə onların böyük onlarını arzulayıram. Ay ışığı, bulaq başı, göy kəmər, bir dünyamız, bir sən özün, bir də mən. Pərdən, gah ağlayan, gah gülen. Oh bu gözəl, oh bu gözəl,
kimi titresin. Gözlərəm yolu mən axşam çəkməgən sinəmdən hicrandır. Gözlərəm yolu mən axşam çəkməgən sinəmdən hicrandır. Qadan mən alım gəl gəl başına dolanım tez gəl. Qadan mən alım gəl gəl başına dolanım tez gəl. Qadan mən alım başına dönüm qadanın başına mən dönüm sen. Qadan mən alım başına dönüm qadanın başına mən dönüm sen. Özünə qurbanım yar, sözünə qurbanım yar. Aşıqların 4-cü qurultayında ilk dəfə gördüyüm Aşıq Solmaz özü də Azərbaycanın milli paltarında çıxış etdi. Solmaz xanım uçaqdan bəri Aşıq Pərinin üzvü olmaqla Aşıq Pəri aşıq sənətimizin çox ellərdə, çox ölkələrdə işıqlandırmış. O hətta İranda, Türkiyədə, Almaniyada və başqa yerlərdə demək ki, mükafatlar almış, medallar almışdır. Solmaz xanımın özünə məxsus, öz səsi, öz gözəlliyi, bir də o deyə bilərəm ki, biri bu gözəl elə sazı götürüb sinəsinə basanda da deyil, oxumasın, cəmaat tamaşa yeri olur. Keşme keşli bir ömürle koşuldum.
Değerli kardeşler, bacılar, hamınız bu güzel yaradıcılıq gecəmə xoş gəlibsiniz. Azərbaycan, sən mənim üçün çox doğmasan. Diyar-diyar ellər gəzdim. Sənin mislin, sənin bərabərin, sənin tayin olmadı Azərbaycan. Bugün biz qələbə çalmış, zəfər qazanmış, Azərbaycanda yaşayırıq. Səması aydın, insanları firavan yaşayan bir Azərbaycanda. Və mən fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Bugün bu torpaqları 30 illik əsarətdən xilas edən şəhidlərimizi bir dəqiqəli sükutla yad eləyək, qazilərimizə Allahdan can sağlığı diləyək. Allah rəhmət eləsin. Və ilk mahnım gəlsin, mənim Türk Dünyam mahnısı. Dünyaya ses salan Türk'üm Azərim, ulu yönderimiz Ata Heyderim. Dünyaya ses salan Türk'üm Azərim, ulu yönderimiz Ata Heyderim. Gayretim, gururum hem de hünerim. Gayretim, gururum hem de hünerim. Canım Azerbaycan, Türk dünyam benim. Canım Azerbaycan, Türk dünyam benim. Türk dünyam, Türk dünyam. Canım Azerbaycan, Türkiye'm benim. Türk dünyam, Türk dünyam. Canım Azerbaycan, Türkiye'm benim. Həzinə Mehdi'yle tanınan yurdum, sizinle fəxredir, qürur duyurdum. Həzinə Mehdi'yle tanınan yurdum, sizinle fəxredir, qürur duyurdum. Muğamlı yozanlı boyadlar yurdum. Muğamlı yozanlı boyadlar yurdum. Canım Azerbaycan, Türk dünyam benim. Canım Azerbaycan, Türk dünyam benim. Türk dünyam, Türk dünyam. Türkmen, Özbekistan, Türk dünyam benim. Türk dünyam, Türk dünyam. Canım Azerbaycan, Türkiye'm benim. Türk dilli halkların cennet mekanı, Çingiz İlami'nin yurdu meskeni. Türk dilli halkların cennet mekanı, Çingiz İlami'nin yurdu meskeni. Babək Koroğlu'nun ana vətəni. Babək Koroğlu'nun ana vətəni. Canım Azerbaycan, Türk dünyam benim. Canım Azerbaycan, Türk dünyam benim. Türk dünyam, Türk dünyam. Kırgız Tataristan, Türk dünyam benim. Türk dünyam, Türk dünyam.
Azərbaycan, Türk dünyam mənim. Var olun. Bugün mən fərqli bir ifa ilə sizin qarşınıza çıxdım. 70 ilimin, mən deyirəm 50 ilini, Mətin müəllim deyir, yox elə 6 yaşından səhnəyə gəlmisənsə elə 64 il deyək. Amma mən yenə 50 deyirəm. Siz məni müğənni kimi tanıdınız, ozan kimi tanıdınız və bugün sizin qarşınızda fərqli bir ifalarla qərarı aldım ki, çıxış eləyim. Onun da səbəbi nədir? Mən çox xoşbəxtəm ki, 70 illik yubileyim zəfərimizin 5 illiyinə düşdüyü üçün mən xoşbəxtəm ki, mənim 70 illiyim zəfərimlə 5 illindən üst-üstə düşür. Ona görə fərqli mahnılar seçmişəm. Və bir qanun vardı bu konsertdə. Həmişə aparıcı gələrdi, oxuyanı dəvət edərdi. Mən adət-ənəni də dəyişdirdim. İndi mən aparıcını dəvət eləmək istəyirəm. Məti Osmanoğlu gəlsin. Çox həyəcanlıdır burada danışmaq vallahi ki. Oxumağa nə var ki? Qadan alım, cırtdan kimi hardan gəldim bu tərəfə. Çox sağ ol, Əli fənləriniz çox olsun. Solmaz xanım dedi, adətən yubiley tədbirlərində aparıcı yubileyarı səhnəyə dəvət eləyir. İndi xoşbəxtəm ki, Solmaz xanım məni səhnəyə dəvət elədi. Əziz dostlar, əziz, hörmətli xanımlar və cənablar, siz bir şeydə nəzərə alın ki, mən 60 yaşdan sonra səhnəyə çıxmağa başlamışam. Ancaq Solmaz xanım 6 yaşından bəri səhnədədir və 65 ildir ki, artıq Azərbaycan mədəniyyətində Fərhad kimi külünk döyür. Gəlin, indi Solmaz xanımı bir də mənim adımdan alqışlayaq. Solmaz xanım, sizin yubileyiniz münasibətindən Beynəlxalq Muğam Mərkəzi bir sultan taxtı qurubdur. Sizi o taxta əyləşməyə dəvət edirəm. Mən də elə əyləşəcəyim ki, siz mənim ürəyim tərəfdə olacaqsınız. Musiqili gecəmizin müşayiətçiləri, musiqiçilərimiz tədbir boyu onlar demək çox maraqlı ifalar olacaq və o ifaçıları müşayiət eləyəcəklər. Səhnəyə dəvət edirəm. Tar ifaçısı Rüstəm Müslümov. Kamança Elnur Salahov. Kanon Aysu Sadıqova. Balaban Rəfail Əskərov. Və nağara Siyavuş Kərimov. İstər-istəməz bu yubiley tədbirləri adətən bir hesabat tədbiridir və sən ömrün dayanacağıdır yubiley, qurtaracağı deyil və sən dayanırsan, keçmişə baxırsan, özün özünə və cəmiyyətə, vətəninə, millətinə hesabat verirsən və istər-istəməz bizim hər birimizin bu dəqiqə beynimizdə dolaşan suallardan biri də budur ki, Solmaz xanım kimdir? Solmaz xanım Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir. Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin həqiqi üzvüdür. Görkəmli aşıqdır, tanınmış müğənnidir, ilhamlı şairdir və çox böyük, tam zarafatsız deyirəm, mahir idmançıdır. O Qafqaz əsri filmində Saxov demiş, prosto krasavitsadır. Mənim bütün sirlərimi açırsanız da, bəlkə sonra bir
yaxın gəlmək istəyən olacaq, qorxusundan qaçacaqlar. Deməli, bu tədbirə də Solmaz xanım özünün 2 kitabınla gəlib. Zəfərin Mübarək, Azərbaycanın bu kitab adları. Solmaz xanımın çox gözəl də bir təxəllüsü var Nizami müəllim, şair təxəllüsü. Solmaz Qorçu. Bu mənim Zəfərin Mübarək Azərbaycan adlı kitabımdır, poeziya kitabımdır. Bu da mənim 5 nəslin 4 fəslidir. Burada mən Şəcərə kitabımızı qələmə almışam. Üzərində də Ağrı dağı və Göyəzən dağı, bunu da heç təsadüfən verməmişəm. Çünki mənim nənələrimin ataları Türkiyənin hansı əyalətindən gəlibsə onu bilmirik. Çünki mənə çatan məlumat olub ki, Türkiyədən gəliblər. İçərisində yazılır. Ona görə də mən 2 dağı orada göstərməkdə məqsədim olur ki, 2 əzəmətli dağ bu kitabın üzərində olsun. Kitabımın adı 5 nəslin 4 fəslidir və bu kitablarımın redaktorları biri Vaqif Osmanlıdır, təşəkkürümü bildirirəm Vaqif bəyə. İkinci kitabımın da redaktoru, baş redaktoru Güllü xanım Tomarlıdır, ona da təşəkkür edirəm. Əzəklərini halal eləsinlər, var olsunlar və elmi məsləhətçimiz də Məhərrəm Qasımlıdır, onu da bağrıma basıram, var olun deyirəm Məhərrəm müəllim. Solmaz xanım hələ məktəbli olarkən, ümumiyyətlə, yəni bu cür istedadlı, qeyri-adi istedadı olan uşaqlara wunderkind deyirlər və o məktəbli olarkən tək Azərbaycanda deyil, Azərbaycanın kənarlarında, Azərbaycanın hüdudlarından kənarlarda da artıq tanınmışdı. 1972-ci ildə məktəblilər arasında, daha doğrusu gənclər arasında Turac təranələri deyilən bir ümumrespublika festivalı olub, müsabiqə olub. O müsabiqədə 1-ci dərəcəli diplom almışdı. Sonra Moskvada 12-ci Ümumdünya Gənclər Festivalında Solmaz xanım iştirak edib, yüksək yer tutub. Gürcüstanda Dünya Folklor Festivalında iştirak edib və dünyanın demək olar ki, bütün qitələrində Solmaz xanım sazımızı səsləndiribdir. Türkiyədə, İranda, İraqda, Avstriyada, Almaniyada, Norveçdə, İsveçdə, Hollandiyada, Kubada, Meksikada, Əfqanistanda, hətta Nikaraguada Azərbaycan sazını səsləndirib və Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edib. Əlavə edeyim ki, Nikaragua, Meksikaya bu gözəl oğlumuzun atası Möhlət müəllim Müslümov, mən bərabər getmişik. Səxavət Məmmədov, mən və Fəxrəddin müəllim. Onu da deyim ki, mən Solmaz xanımın demək sayəsində, mən elə bilirdim Nikaragua Afrikada yerləşir. Solmaz xanım dedi, yox, Cənubi Amerikada yerləşir, Latin Amerikasında yerləşir. Bunlar Solmaz xanımın tərcümə halının görünən tərəfləridir. Və mənə elə gəlir ki, Solmaz xanımın əsl tərcümə halının, yəni Azərbaycan mədəniyyəti üçün xidmətlərinin görünməyən tərəfləri daha böyükdür və bugünkü tədbirimizdə biz çalışacağıq ki, biraz da bu Solmaz xanımın görə bilmədiyimiz keyfiyyətlərini burada qeyd eləyək. Ancaq söhbətlə sizi yormaq istəmirəm. Mən istəyirəm ölkəmizin Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyev bu məclisdədir və Zakir müəllimi səhnəyə dəvət edirəm. Küçelere su serpmişem, küçelere su serpmişem. Yar gelende toz olmasın, yar gelende toz olmasın.
Elə gəlsin, elə geçsin. Elə gəlsin, elə geçsin. Aralıqda söz olmasın, aralıqda söz olmasın, hey söz olmasın. Simavara olsamışam, simavara olsamışam. İstərkana qən salamışam, İstərkana qən salamışam. Yarın gedib tək qalmışam. Yarın gedib tək qalmışam. Nə əzizdir yarın canım, nə şirindir yarın canım. Nə əzizdir yarın canım, nə şirindir yarın canım, yarın canım. Sağda mənalı keçər ömür bu dünyada gərək. Sağda mənalı keçər ömür bu dünyada gərək. Şöhrətə vurğun olur, uymayasan adə gərək. Hər kəsin könlün alır, qəlbini şad eyləyəsən. Hər kəsin könlün alır, qəlbini şad eyləyəsən. Sadəli bir yaraşıqdır, olasan sadə gərək.
Bəxtiyar olsa sənə azmayasan yollarımı Hərdən öz keçmişimi salasan yanda gələn Əsli yoxdursa kimin Umma nəcabət ondan Əsli yoxdursa kimin Umma nəcabət ondan İnsan oldu yol aləmdə sizzadə gələn El tutun ya, yaxşılıq etmək xas olur insana El tutub yaxşılıq etmək xas olur insana Ne kadar mümkünün olsa çatasan dağda gelen Elde fırsat var iken Elde fırsat varken elm sənət sahibi ol Dönəsən sən yaşa dolduqca bir ustada gələyək Yaşayıb ömr eləmək tək bilirəm haqdır ölüyəm Daima biz buna bakir olaq amada gələyəm anam Yarım aman aman Bir aman aman ay canım Senmiş bir yanımda Dal inan sənə qurban İstərsən bu canımı Al inan sənə qurban Sənmiş bir yanında Dal inan sənə qurban İstərsən bu canımı Al inan sənə qurban Fikirdi qal sənə qurban Deyirsən yanımda qalacağam Çox gözəl fikirdi qal sənə qurban Nə zaman istəsən əziz canım Qumral gözlərinlə al sənə qurban Nə zaman istəsən əziz canım Qumral gözlərinlə al sənə qurban Ey sən müşfiqin yanında Qal inan sənə qurban İstərsən bu canımı Al inan sənə qurban Sən müşfiqin yanında Qal inan sənə qurban İstərsən bu canımı Al inan sənə qurban Sən müşfiqin yanında Qal inan sənə qurban İstəsən bu canımı Al inan sənə qurban Sən müşfiqin yanında Al inan sənə qurban İstəsən bu canımı Al inan sənə qurban
Mənə elə gəlir ki, şeirin, sənətin, səsin zamanı olmur. Bunlar zamana tabi olmur. Zamanla ölçmək də mümkün olmur. İndi Zakir müəllim oxudu. Tutaq ki, 50 il bundan əvvəl Xan Şuşinski oxuyurdu. Biz səhnədə Müslüm Maqamayevi görmüşük, Rəşid Beybutovu görmüşük, Şövkət Ələkbərovanı görmüşük. Yəni, bu səslər, bu sənətkarlar həmişə zamana meydan oxuyublar. Və onlar təkcə bir dövrün, bir zamanın evladları deyil. Onların səsi elə bil əsrlərin arxasından gəlir, bizlə yaşayır, bizdən sonra gələcəyə gedir. Və muğam sənətimizi də, xalq musiqisini də yaşadan nə xoşbəxtdir ki, çox istedadlı gənclər gəlir bu gün səhnəyə. Və belə gənclərdən biri Nisbət Sədrayevanı mən dəvət eləmək istəyirəm. Buyursun.
yaxşılığım əldən axır heç olur. Əzəldən belədir dünyanın işi. Əzəldən belədir dünyanın işi, nadana nə etsən sonu puç olur. Ürəyim od tutub odlara yandı. Ürəyim od tutub odlara yandı, gör kimin sözüyle kənar dolandı. Mənim inandığım kimə inandı, mənim inandığım kimə inandı. Sazım ağlar, ömrüm gecə köç olur. Kimin sözüyle kenar dolandı. Benim inandığım kime inandı. Benim inandığım kime inandı. Sazım ağlar, ömrüm gece köç olur. Ben solmazam toy düğünde gezerem. Ben solmazam toy düğünde gezerem. Cefa keşem her cefaya dözerem. Ellerimi tamam senden üzereyim. Ellerimi tamam senden üzereyim.
eşit yarıyam, sonra her şey gece olar. Yaram, ey ben sana üst tutup gelirəm yenə. Ben sana üst tutup gelirəm yenə. Niye ürkə ürkə baxırsan belə? Niye ürkə ürkə baxırsan belə? Niye gülümsəyib baxdın ay çiçək? Niye gülümsəyib baxdın ay çiçək? Ah ürəyimi yaxdın ay çiçək. Niye gülümsəyib baxdın ay çiçək? Ah ürəyimi yaxdın ay çiçək. Niye gülümsəyib baxdın ay çiçək? Xəzərin sinəsi parladı par-par. Xəzərin sinəsi parladı par-par. Yenəsti titrədi səslər şamlar. Yenəsti titrədi səslər şamlar. Könlümə nəğmətə yaxdın ay çiçək. Könlümə nəğmətə yaxdın ay çiçək. Ah ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay çiçək? Ah ürəyimi yaxdın ay çiçək. Niyə gülümsəyib baxdın ay Solmaz xanımı biz aşıq müğənni kimi tanıyırıq. Hələ ki Solmaz xanımın müğənni həmkarları, onlar meydanda daha yaxşı təmsil edirlər Solmaz xanımla öz münasibətlərini. İlham müəllim birazdan aşıqlar da öz məharətini göstərəcək. Solmaz xanım Qazax mühitinin yetirməsidir. Mən bunu xüsusi vurğulamaq istəyirəm və 1970-ci illərdə, yəni biz uşaq olanda Solmaz xanım hələ məktəbli olanda aşıq sənətinin özü Azərbaycanda böyük bir sınaqdan keçirdi. Və bu sınağın bir tərəfində o dayanırdı ki, Üzeyir Hacıbəyli kimi, Səməd Vurğun kimi böyük nüfuz sahibləri meydanda yox idilər. Aşıq sənətinin arxasında yox idilər. Xüsusən də 1961-ci ildə Azərbaycan aşıqlarının 3-cü qurultayı Azərbaycan aşıq sənətində böyük irəliləyiş yaratmaq əvəzinə böyük bir boşluq yaratmışdı. Və 70-ci illərdə başqa bir bəlada gəlirdi. Bu da o dövrün texnologiyalarının toy məclislərinə tətbiq olunması idi. Yəni mikrofonun çıxmağı, səs gücləndirici alətlər, elektrikli gitara, ionika deyilən musiqi alətləri var idi və ona görə də köhnə artıq o aşıq məclisləri, dastan məclisləri bir növ yaddaşımızın arxivinə göndərilirdi. Və maraqlı tərəfi də budur ki, ən böyük dastan aşıqları da onda Qazaxda idilər. O son nümayəndələri Aşıq Avdı Qaymaqlı, Avdı İncəli, Allah rəhmət eləsin, Dərya Məhəmməd, Məhəmməd Şıxlı kimi nəhəng o klassik üslubu təmsil edən aşıqlar var idi. Aşıq Ədalət kimi nəhəng, yəni bəlkə də dünya musiqisinin, indi peşəkar musiqiçilər də bu qiyməti verir, dünya musiqisinin nəhəng bir fenomeni Qazaxda yetişmişdi və daha çox Qazax mühitini təmsil edirdi. Ancaq harada təmsil edirdi? Kremlin qurultaylar
salonunda təmsil eləyirdi. Dünyanın ən böyük musiqi səhnələrində təmsil eləyirdi və hər yerdə də saza bir maraq oyadırdı. Və Aşıq Ədalətin çaldığı da o klassik aşıqlarımızın çaldığı artıq ruhani deyildi, cəlili deyildi. O özünün yeni musiqi kompozisiyalarını yaradırdı. Və bir tərəfdən də dediyim kimi artıq o məclislərdə aşıq musiqisinin yeri nisbətən daralmağa başlamışdı və istər-istəməz nəysə yeni bir yol açmağa, musiqidə yeni bir yol açmağa ehtiyac var idi. Bu da xanəndəliklə aşıqlıq məktəbini bir araya gətirmək idi. Və Solmaz xanım Bakıya gələndən sonra buna nail oldu. Azərbaycan Dövlət Konsert Birliyində mərhum İslam Rızayevin, xalq artisti İslam Rızayevin ansamblında Solmaz xanım onda artıq həm bu Solmaz xanımın ifa tərzi xanəndələr üçün də bir yenilik idi, aşıqlar üçün də bir yenilik idi və o hər iki tərəfi çox üzvü şəkildə birləşdirə bilirdi. İndi mən istəyirəm sizi çox yormayam, hələ ki buradayıq. Mən sözü vermək istəyirəm əməkdar elm xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri və mənim üçün də onun ən böyük rütbəsi mənim tələbə yoldaşım, qardaşım olmağıdır. Məhərrəm Qasımlını dəvət edirəm. Təşəkkür edirəm, var olun. Xatırlayıram, 1984-cü il idi. Azərbaycan Aşıqlarının 4-cü qurultayı. İlk dəfə Solmaz xanımı orada qurultay bitəndə bir konsert verildi. Orada gördüm. Və zal çox böyük reaksiya verdi. Çox böyük aşıqlar var idi. Amma Solmaz xanım o elə bir ifa ortaya qoydu ki, o günü bugün də mənim yadımdadır. Yəqin ki, o özünün də yadındadır. Çünki Solmaz xanımın populyarlaşmasında qurultaydakı o məqam çox mühüm rol oynadı. O Azərbaycan aşıqlığına öz möhürünü vurmuş bir sənətkar oldu. İllər boyu həm aşıq kimi, həm saz müğənnisi kimi öz sözünü, öz ruhunu xalqa təlqin elədi. Solmaz xanımın birinci keyfiyyəti onun səmimiyyətidir. Səsindəki səs səmimiyyətidir. Bu hər adamda yoxdur. Elə adam var, səsi güclüdür, ifası güclüdür. Amma səmimiyyət yoxdur, təravət yoxdur. Solmaz boya boy təravətdir, səmimiyyətdir. Onun bütün ruhunun içərisində bir özünə məxsus emosional dalğalanma var. Allah Teala o nuru onun üzünə də verir. Üzündə, varlığında, bütün aurasında o gözəllik var. O mənada Solmaz xanım illər boyu özünün o gözəlliyini səsində və ruhunda daşıyıb gətirdi. O cümlədən varlığında, bütün bədənində daşıyıb gətirdi. Bugün 70 yaş vermək olar Solmaz xanıma. Hərdən fikirləşirəm, deyəsən 17 yaşı var. Elə ona da 17 yaş yaraşır. Mənə dəyər verirəm insanların sayəsində. Həqiqətən adamın gərək içərisi, ürəyi o qədər təmiz, duru və dolu ola ki, bu gerçəklikləri ortaya gətirər. Mən bir məsələni də deməliyəm. Bugün Azərbaycan milli musiqisinin, milli musiqi mədəniyyətinin irəli getməsinin əsas səbəbi bizim milli mənəvi dəyərlərə böyük önəm verməyimizdir. Bunun da səbəbi bizim milli müstəqilliyimizdir. Onun başında duran ulu öndərimizin yeritdiyi humanitar siyasətdir ki, bugün ölkənin rəhbəri Cənab İlham Əliyevin istiqaməti də budur. Və Mehriban xanım Əliyeva da həqiqətən bu məsələnin nəinki Azərbaycan miqyasından çox-çox uzaqlara yayılmasına təkan verib. Bu böyük ümiddir, böyük belə deyək, gələcəyin uğurlarının bir təməlidir ki, onu bugünkü tədbirimizdə də görüb. Baxın, dəfələrlə biz tədbirlər keçiririk və bu tədbirlərdə aşıq sənətini, muğam sənətini ən yüksək səviyyədə görürük. Azərbaycan sazının, muğamının, tarının, bax burada mənim tələbələrim əyləşib ifa eləyirlər. Bunların səsi sorağı haralar gəlmir? Parisdən, Londondan tutmuş Türkiyəyə, Yaponiyaya qədər ən müxtəlif yerlərdən gəlir. O təməli qoyan adamlardan biri elə Solmaz xanım olubdur.
Həqiqətən vaxtilə çox bizim istedadlı aşıqlarımız, o cümlədən xanım aşıqlarımızın biri də buradadır, Ulduz xanım. Bu yaxınlarda onun da bir 18 yaşı qeyd olunub da, onun da inşallah faizlə burada cəm eləyəcəyik. Məhrəm müəllim, özü də sönməz ulduz. Olsun. Onun özünə də dedim, deyəsən bu səndəki yaşda bir səhv var, deyəsən 8 ilə 1-in yerini dəyişəcəyik, düzəldəcəyik. Hər halda bu zarafatdır, amma bu sənətkarlar özlərinlə yeni nəfəs gətiriblər, yeni səs gətiriblər, yeni ruh gətiriblər. Bu mənada mən düşünürəm ki, istədim deyəm ki, az danışım, hamı da az danışsın, yenə də çox danışdım. Amma Solmaz xanım bir məşhur mahnısı var, bilirsiniz, Gülənar oxuyur. O Gülənar ruhu onun təbiətindədir. Yəni içərisindəki o yaz çiçəyindəki olan o ayənruba gözəllik həmişə var, səsində var, ruhunda var, varlığında var. Bizi onun ətrafına cəmləşdirən də budur. O yerdən gəlir, adama çox doğma bir adam kimi gəlir. Bir dəfə qucaqlayırsan, doymursan, bir də qucaqlayırsan. Çünki özünün aurası elədir. O qədər gözəllik var təbiətində, ruhunda, varlığında, ondan doymaq olmur. Mən Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü olaraq onu ürəkdən təbrik eləyirəm və dəvət eləyirəm. Bizim bir ustad sənətkar diplomumuz var, onu ona verəcəyik və gül təqdim eləyəcəyik. Çünki Solmaz xanım özü güldü, o mütləq güllərə bürünməlidir. Ustad sənətkar adı da onun ana südü kimi halal bir adıdır. Halal bir adıdır. O gətirsinlər, gətir. Deməli, Solmaz xanım Azərbaycan aşıq sənətinin deməli, Solmaz xanıma gülü təqdim eləyəcək Məhərrəm müəllimin həyat yoldaşı, mənim tələbə yoldaşım, bacım, Yeganə xanım. Gətir o. Bu da ustad sənətkar fəxri diplomudur. Bu hər sənətkara verilmir. Bu məxsusi olaraq seçilmiş bir statusdur. O layiq sənətkarlara verilir. Sizə bunu layiq bilmişik. Var olun. Çox təşəkkür edirəm. Mən bir şey vurğulayım ki, mən ilk təyinatım Ordubada olub. Ordubad Xalq Teatrına olubdu. Aktrisa müğənni kimi orada çalışmışam, fəaliyyət göstərmişəm. Yeganə xanım məni oradan sevib. Məhərrəm müəllimlə evlənəndən sonra da məni ona sevdirən də Yeganə xanım olubdu. Təşəkkür edirəm, var olun. Təbrik edirik. Təbrik edirik. Həmişə belə gözəl olun. Səsiniz də gözəldir, özünüz də gözəlsiniz. Var olun. Təşəkkür edirik. Çox sağ ol, təşəkkür edirəm Məhərrəm müəllim. Deməli, əziz dostlar, 19-cu əsrdə Azərbaycan ictimai fikrinin çox maraqlı problemlərindən biri də Nizami müəllim, aşıq musiqisinə münasibət məsələsi idi. Əvvələn bu problemin bir tərəfində erməni məsələsi dayanırdı. Çünki ermənilər 1850-ci illərdən başlayaraq Qafqazda fəaliyyət göstərən bütün aşıqların mənşəyini erməni hesab edirdilər, böyük əksəriyyətini və onların yaradıcılığını da erməni ədəbiyyatı, erməni mədəniyyətinə aid edirdilər. Çoxlu kitablar nəşr eləməyə başlamışdılar. İkinci də artıq 1870-ci illərdə millət tarix səhnəsinə gəlmişdi və milli ideologiyanın bəzi məsələləri intuitiv şəkildə böyük ziyalılarımız tərəfindən mətbuat səhifəsinə gətirilirdi və Həsən bəy Zərdabi, Allah ona rəhmət eləsin, bu ildə hörmətli prezidentimizin sərəncamından Əkinçi qəzetinin 150 illiyini qeyd eləyəcək. O deyirdi ki, demək, bizim nəğmələrimiz adında gözəl bir məqaləsi var. Orada deyir ki, mən Əkinçi qəzetini nəşr eləyəndə şairlərimizin hamısına xəbər göndərdim ki, siz gülü bülbülü tərifləyən, bir də bir-birinizi biabır eləyən həcivlər yazmayın, o qəzəllər yazmayın. Bunun əvəzinə milləti birləşdirən şeirlər yazın və o şeirləri aşıqlar üçün yazın. Çünki aşıq musiqisi qədər Azərbaycan xalqının ruhuna, tərbiyəsinə, mənəviyyatına təsir göstərə biləcək ikinci bir qüvvə yoxdur. Eyni fikirləri bir qədər sonra Əhməd bəy böyük ziyalımız o Sorbonne Universitetinin məzunuydu
Əhməd bəy Ağaoğlu Kasp qəzetində Aşıqlarımız adında bir məqalə yazmışdı və həmin məqalədə də göstərirdi ki, aşıq sənəti milli mədəniyyət institutunu təşkil etməlidir və ayrı-ayrı əyalətlərdən aşıqları Bakıya, mərkəzə cəlb eləmək lazımdır. İndi mən aşıq İlham Aslanbəylini dəvət edəcəm və İlham və bizim görkəmli aşıqlarımız həmişə səhnədə olanda, Solmaz xanım səhnədə olanda Həsən bəy Zərdabinin həmin o müdrikcəsinə dediyi sözlər yadıma gəlir ki, bizim xalqı birləşdirmək üçün, bizim xalqın ruhunu bir araya gətirmək üçün aşıq sənəti qədər ikinci bir qüvvə ola bilməz. Buyursun aşıq İlham Aslanbəyli. Mən də salamlayıram hər kəsi. Solmaz xanımı təbrik edirəm. Can sağlığı, uzun ömür arzulayıram. Sənətində, şəxsi həyatında uğurlar bol-bol uğurlar arzulayıram. Təbrik edirəm. Ürəyimdə yerin var. Dəli məhəbbət kimi. Ümidim dəniz kimi çağlayıram hələ də. Ətirinə də həsrətəm, özünə həsrət kimi. Sınıq ətir şüşəni saxlayıram hələ də. Elə bir dərddir ki, alıb sata bilmirəm. Canımda can kimisən, kəsib ata bilmirəm. Dünyaya gec gəlmişəm, sana çata bilmirəm. Bu gecikmiş bəxtim, ağlayıram hələ də. Səni Tanrı göndərib, qanadsız mələk kimi. Əl çatmaz arzu kimi, tükənməz dilək kimi. İnan, sevənin olmaz səni bu ürək kimi. Bu sevən ürəyimi dağlayıram hələ də. Şirin səsini duydum, sözünə aşıq oldum. Baxışından alışdım, gözünə aşıq oldum. Elə özünü sevdim, özünə aşıq oldum. Gözlərimi hər kəsə bağlayıram hələ də. Harda olursam olum, dilimdə sorağımsan. Ürəyimə ev deyim, evimdə qonağımsan. Yaşamağa həvəsim, dünyaya marağımsan. Telefonda nömrəni yoxlayıram hələ də. Sən elə gözəlsən elə bir sənə Allahın ən gözəl illə Hidəyif ceylanım Ceylanım, ceylanım, ceylanım Gözünə xəzərin suları düşüb Saçına başının yerlə Hidəyif dərdin aləm Dərdin aləm Dərdin aləm
Sən elə gözəlsən. Elə bil sənə Allahın ən gözəl illəri dəyib. Gözünə Xəzərin suları düşüb, saçına Bakının yerləri dəyib. Sanki dağça yısan coşvey daşmısan. Oy daşım ürəklərin üstən aşmısan ay canan ay canan. Bel almaz ay gedən bel almaz. Elə bilir hükdə quzayaqlaşmısan. Ey üzünə günəşin tellə hidayət dərdin aləm, dərdin aləm, dərdin aləm. Sanki dağ saysan, coşub daşmısan. Daşı ürəklərin üstdən aşmısan, elə bil üfüqdə qucaqlaşmısan, üzünə günəşin tellər dəyib. Ey dayanıb sətlə baxır ay gül sənə. Min nəğmə desədən azdır, deyil sənə, ceylanım, ceylanım, ceylanım. Sən elə şirinsən elə bilsənə. Ey sən elə şirinsən elə bilsənə. Nə vaxtsan anamın əllə, hidayət ay canan ay canan. Bel almaz ay sonam, bel almaz. Dayanıb həsətlə baxır gül sənə. Min nəğmə desə də azdır dil sənə. Sən elə şirinsən, elə bil sənə. Nə vaxtsa anamın əllərdəyib. Var olasınız. Sağ olun. Çox sağ ol. Biz dedik ki, səs, sənət zamana sığmır. Ancaq hər zamanın da öz səsi olur. İndi səhnəyə dəvət eləyəcəyim aktrisa, ya bədii oxu, bədii qiraət ustası Həlimət Sultan da bizim zamanımızın səsini ifadə eləyən böyük bir sənət adamıdır, sənət nümayəndəsidir. Bərabər işləmişik Qorqud ansamblında. Bəli, Solmaz xanım da demək Qorqud ansamblında bir yerdə işləyiblər. Həlimət xanım dəvət eləyirəm.
Mən gəlmədim dava için. Mən gəlmədim dava için. Mənim işim sevgi için. Dostun evi könüllərdir. Könüller yapmağa geldim. Dostun evi könüllerdi. Könüller yapmağa geldim. Gah eserim yeller gibi, gah tozarım yollar gibi, gah coşarım seller gibi. Gel gör məni aşk neylədi, dərdə giriftar eylədi. Ben Yunus-i biçareyim, ben Yunus-i biçareyim, dost yolunda avareyim, baştan ayağa yareyim. Gel gör mən aşk neylədi, dərdə giriftar eylədi. Gel, gel gör məni. Ötmə bülbül, ötmə bülbül, dərdimə dərd qatma bülbül. Mənim dərdim mənə yetər, bir dərd də sən qatma bülbül. Bilirim aşıqsan gülə, gülün halindən kim bilər. Bilirim aşıqsan gülə, gülün halindən kim bilər. Bahçedeki gönçe güle dolaşıp söz atma bülbül. Bahçedeki gönçe güle dolaşıp söz atma bülbül. Ötme bülbül, ötme bülbül, derdime dert katma bülbül. Benim derdim bana yeter, bir dert de sen katma bülbül. Benim derdim bana yeter, bir dert de sen katma bülbül. Sordum sarı çiçeğe, anam babam var mıdır? Çiçeği dedi, derviş baba, anam babam topraktır. Sordum sarı çiçeğe, rengin ne için sarıdı? Çiçeği dedi, derviş baba, ölüm bana yakın. Sordum sarı çiçeğe, sizde ölüm var mıdır? Çiçeği dedi derviş baba, ölümsüz yer var mıdır? Ay, çiçeği dedi derviş baba, ölümsüz yer var mıdır? Sordum sarı çiçeğe, boynunu ne için eğridir? Sordum sarı çiçeğe,
boynunu ne için eğridir? Çiçeğidir derviş baba, kalbim hakka doğrudur hay. Çiçeğidir derviş baba, kalbim hakka doğrudur. Kalbimiz hakka doğru olsun diyelim. Hakka doğru. Biz dünyadan gider olduk. Biz dünyadan gider olduk. Kalanlara salam olsun. Bizim için hayır dua kılanlara salam olsun. Acel büke belimizi. Acel büke belimizi. Söyletmeye dilimizi. Hastayken halimizi soranlara salam olsun. Hastayken halimizi soranlara salam olsun. Tənim ortaya açıla. Tənim ortaya açıla. Yaxasız köylək biçilə. Bizi asan vəhkilə. Yuyanlara salam olsun. Derviş Yunus söyler sözü. Yaş doludur iki gözü. Bilmeyenler ne bilsin bizi. Bilenlere salam olsun. Ey! Bilmeyenler ne bilsin bizi. Bilenlere salam olsun. Sular hep aktı keçti. Kurudu vakti keçti. Sular hep aktı keçti. Kurudu vakti keçti. Neçe han, neçe sultan taxtı pıraxtı keçti. Neçe han, neçe sultan taxtı pıraxtı keçti. Dünya bir penceredir. Her gelen, her gelen, her gelen, her gelen baktı keçti. Severim, sevilelim. Bu dünya kimseye kalmaz. Həlimət Sultan, indi oldu qəlblərin sultanı. Sağ olun, çox təşəkkür edirəm. Əziz dostlar, şairlik kimi, aşıqlıq kimi, müğənnilik kimi, ağsaqqallıq da böyük istedad tələb eləyir. Və Qazax kimi elin ağsaqqalı olmaq həm böyük istedad tələb eləyir, həm də böyük məsuliyyət tələb eləyir. Və mən indi Qazax Xeyriyyə İctimai Birliyinin sədri, hamımızın ağsaqqalımız İlham müəllim səhnəyə dəvət eləmək istəyirəm və iki bayram münasibətindən. Rəhmətli dədəm bunu toya qatmaq deyirdi. Demək, İlham müəllimin aprel ayında 70 yaşı İlham müəllimdə tamam oldu. Ancaq İlham müəllim bunu nəysə sir kimi saxladı. Mən də ona bir saz bağlatmışam. Bəzi insanlar yaşını deməyə qorxurlar. Hamısı olmaz ki. Demək, mən İlham müəllimin 70 illiyinə bir saz bağlatdım ki, ikimiz də bir yerdə indi, bəlkə mənim də yaxından 70 yaşım olacaq bir ildən sonra. Bəlkə indən belə biz də saz çalmaq öyrəndik. Çünki səhnədə aşıqlar olmayanda İlham müəllim də bayaqdan darıxır. İlham müəllim səhnəyə dəvət edirəm və Solmaz xanımla belə məsləhətləşdik ki, elə o yubiley hədiyyəsini Solmaz xanımın əlindən almaq, belə bir təntənəli gecədə almaq, bu daha oy sanatda olacaq.
Aşıqlar da yoxlar, çox yaxşısan. Axşamınız xeyir olsun. Hörmətli bacılarımız, analarımız, qardaşlarımız, bugün hamımızın yadımızda qalan bir gün olacaq. Çünki Solmaz xanım elə həmyaşıq Solmaz xanımdan. Amma mən gözümü açandan Qazaxda, Daş Salahlıda o zaman müğənni yox idi, ansambl yox idi. Hətta Solmaz xanım təsdiqləyər, toyların çoxsuna da zurna, bir də nağarı ilə gedəcək. Oxuyan da olmurdu heç. Üçlük aparırdı. Amma Solmaz xanım sonra kəndə gəldi, bizim kənddə toylarda o oxudu. Və cəmaat da Solmaz xanımın elə vaxtı idi ki, maşallah, indi ondan da yaxşıdır. Bir gülməli bir şey danışım. Demək, mənim əmim oğlu var, Aslan, yeni yaşayır, yaşlı adamdır. Solmaz xanım oxuyur, gözəl vaxtıdır. Aslan fırlanır, pul tökür. Cibində nə var, pul tökür. Özü içifdir, tutarağından vurub, kişinin oğlu formadadır. Dedilər, Aslan getdi yatmağa. Dedi, nə yaxşı canımız tutardı. Biraz keçdi, yarımca Aslan bir də gəldi çıxdı. Sən demə, Aslan həmin günü bir inəyini satıbmış, evdə də 250 manat pulu var imiş. Buradan qaçı gedir evə, Aslan o pulu götür. Yoldaşı da, mənim atamın bacısı da Aslanın, Pəri mamam. Yenə durur, Allah ömür versin onlara. Aslan bir də peyda oldu, indi başlayıb pulu səpbəyə. Amma, Allahımızda Allah var, o pul yerə tökülür, uşaqlar yığır. Solmaz xanım orada heç nə qalmır, o da göyə tökür. İndi də bu dəqiqə kənddə o elə cəmaatın dilindədir. Aslan inəyinin pulu. İnəyinin pulunu, səhət ayılıbdır, yoldaşına deyir, o pulu bura gətir fərli, deyir, başın batmasın, pul nə gəzir, hamısını Solmazın başına döydüm, pul bu yoxdur. İndi Solmaz xanım həmin Solmaz xanımdır. Biz hamımız Solmaz xanımı çox istəyirik. Solmaz xanım həmi yazandır, elə qeyd olundu burada. Həmi müğənnidir, həm aşıqdır. Yəni, əsl sənət adamıdır bu. Ona görə də biz 20 gün bundan qabaq birinci məclisdə, bu da orada hamı olmuşdu. Solmaz xanım gözəl bir restoranda tədbiri keçirildi. Biz orada iştirak elədik, çox adamlar. Yəni, o bəzi yarısı bəlkə buradakıların oradakilərdir. Orada biz İctimai Birlik adından Solmaz xanıma fəxri diplom təqdim elədik. Və eyni zamanda güllər, çiçəklər və Misir məndə mənlə bərabər oradaydı, o da təbrik elədi. Yəni, biz Solmaz xanıma dedik ki, var bizim fəxri fərmanımız var, təşəkkürnaməmiz var. Əlağa Şıxlinski adına diplomumuz var, bizim tanınmış hərbiçilərə. Bəy, sağ ol. Amma sonradan biz fəxri diplom, bir də Səməd Vurğun adına diplom təhsil elədik. O, ən yüksək səviyyəli insanlara verir. Bax, bir nömrəli Səməd Vurğun adına diplom Nizami müəllim alıb. Bax, gəlin alqışlayaq onu bir. 60 yaşında, 5 il bundan qabaq Nizami müəllim aldı. Yəni, bunun hamısı Solmaz xanım, mən orada da dedim, fəxri diplom odur ki, bəx qardaşımız da dedi, Solmaz xanım, biz sizlə fəxr edirik. Allah sizə can sağlığı versin. Hamınız sağ olun. Aşıq sənəti bizim millətin qanındadır, canındadır. Şəxsən mən özümdən götürürəm. Aşıq ədaləti Allah qəni rəhmət eləsin. İndi biz onun vaxtında gündə ədalətin yanındaydıq, onun istedadını, belə işlərini başa düşə bilmirdik. Amma böyüdük, yavaş-yavaş gördük, yox, ədalət tamam başqa adamdır. Bax, Sultan xanım bu da əyləşibdir. Salatlı xanım bu da əyləşib, Yeganə xanım bu da əyləşib. Hamısına Allah can sağlığı versin. Ədalətin axır vaxtları idi. Mən düzü görə bilmirdim axır vaxtları. Sultan xanım hiss eləyibmiş. Biz onun evinə getdik, yanına getdik, aşıq apardıq. Pushkin də buradadır, mənim İctimai Birlikdə mavinim. Pushkin də getdik. Neçə adamlar olduq orada. Ədaləti biz Türkiyəyə göndərdik, orada müayinə etdik. Əlimizdən nə gəlir elədik. Nəhayət onlar dedilər, bəs onlar qayıdın Bakıya, orada davam olar. Və o dünyasını dəyişəndən sonra biz İctimai Birlik olaraq qərara gəldik ki, biz ədalətə tamam qeyri-adi bir abidə düzəltməliyik, qəbirüstü abidə.
və onu elədik. Bir il ərzində hamımız yığışdıq. Bir Natiq, indiki bizim Rəssanlıq Akademiyasının rektoru Natiq müəllim onun üzərinə götürdü, professor. Və Qazaxda biz 2018-ci il onun açılışını elədik. O bir ədalətə yox, saza qoyulan bir abidə idi. Onun özünün yazdığı bir şeir var, sinəsinin üstünə yazdırdığı onu da. Yəni, onun hamısı bizim gənclər qarşısında, yeni yetmələr qarşısında sazı olan hörməti, məhəbbəti artırmaqdır. Biz hamımız buna borçluyuq. Öz uşaqlarımızı sazı sevdirməliyik. Bəzi elə yerlər var, görürsən ki, əksinə sazı hörmətə mindirməkdən onu hörmətdən salırlar. Belə şeylər də var. Mən çox danışmayacağım. Əsas odur ki, Solmaz xanımı təbrik edeyim. Solmaz xanımı mən öz elimiz obamız adından, bütün Qazax cəmiyyəti adından, Akstafa cəmiyyəti adından ictimai birliksinə hat eləyir. Təbrik edirəm. Bizim məclislərimizin yaraşığı, bizim əzizimiz Solmaz xanım, hələ qabaqda çox günlərimiz var. 71-ci yaşımızda bərabər saz çalarıq. İnşallah, inşallah. Allah qoysa. Hamınıza can sağlığı arzulayıram. Hamınızı bir daha çox xoş gördük deyirəm. Və Solmaz xanım bir dənə mənim iradım var ki, bəlkə mən bilmirəm onu. Solmaz xanımın yetirmələrin yoxdur sənin. Bilmirəm, bəlkə mən bilmirəm. Sizin gərək çoxlu sayda yetirmələriniz olsun. Qazax Pionerlər evində yetirmələrim çox idi. O qədər şanslıyam ki, hazırlatdığım uşaqlar hamısı Medinsuda daxil oldular. Və orada da çox maraqlıdır. Hamısı inanın ki, həkim oldu. Mən buradan hamınızı salamlayıram və deyirəm ki, bu sazınızı alın, zəhmət olmasa və o ədalət Nəsibovun üstündə qoyduğunuz abidəni burada danışsınız. Mənim hələ ölmək fikrim yoxdur. Hələ yaşayacağım. Sağ olun. Çox xoşdur. Ulu Ozan sənətinin ömrü qədər ömür arzulayıram sizə. Sizin bu hədiyyənizdir. Mən kiməsə hədiyyə verə bilərəm. Yox, hədiyyədən hədiyyə olmaz. Olmaz. Mənə verməzsə, mənim evdə 2 sazım var. Bir dənə də balaca pionerlər vaxtı çaldığım cürət sazım var. O da çıqqındır buraya. O da istəmirəm. Bu sizin evdə olsun. Hər bir Qazaxın evində bir saz olması var. İlham müəllim, o mənim hədiyyəmdir sizə. Onu mən götürmərəm onsuz. Hamı sağ olun. Heyf salam verəm. Örgənərsiniz. Solmaz xanım, bir daha təbrik edirik. Bütün elimiz obamız adından, Qazax ziyalılarının adından, Solmaz sevərlərin hamısının adından sizi təbrik edirik. Günə olsun, Allah qismət eləsin, növbəti yubiley yaşlarında biz hamımız... Amma bərabər də keçirə bilərik yaşımızdan sonra. İnşallah, Allah qismət eləsin, bərabər eləyək. Hamınız sağ olun. Sazla gelirəm demək. Sağ olun, İlham müəllim. Çox da yaxşı səsi var o sazın. Orxana sözlər. İndi kakraz Orxana sözlər. Orxan buradadır mı? Yoxdur. Mən dedim ki,